Dostlar, sizlər üçün tam ideal vəziyyətdə Hyundai Aetos tapdım. Axıracan izləyin, qiymətini axırda deyəcəm. İlin neçədir? 2008. 2008-ci ildir. 1.6 turbo dizel. 1.6 turbo dizel. Yerinin 5 şumkasına qədər olunub. Tam orijinal vəziyyətdə. Maşının heç bir udarı vırığı olmayıb. Vinində Hal-hazırda təmiz çıxır. Makavinlərə qədər gəlib. Kondisner vurur, buz kimidir. Kondisneri baxırsan buz kimi dəqiqə. Probegi də 317 min. Sıx maşın çöldən ətrafı göstərək. Maşın qiyməti havayı deyil. Bu qiymətə Aetos yoxdur. Bu maşın qabaq səsi. Əlaqə nömrəsini deyərsiniz birinci. 050 693 15 70. 1570. Adı Zahiddir. Maşın təcil satıldığına görə qiyməti 13200. Real olsa Smart indirim olar. Çox ucuz qiymətə satılır maşın. Maşın heç bir problemi yoxdur. Sadəcə təcil satılır deyə belə qiymət qoyulub. İstəyən olsa da baxa bilər. Masallıda. Masalda Sumqayıtda baxa bilərsiniz. Dostlar, növbəti bir Toyota Prius göstərim sizlərə. Bu maşın salonu. Bir də sahibini dedim, məlumatım var. Ətraflı məlumat verirsiniz. İl neçədir? 2007. Mən çəkmə. Qiymət? Qiymət 10.300-ə deyirəm. 10.300 deyirsiniz. Ralaşma var. Hə, həri. Maşının motoru karbürası necədir? İdeal. Bateryası yaxşıdır. İdeal. Təkərlər ortadır. Hə, həri. Başqa dəyişini tuta olub. Hə, 3 dənə tal üzdən qapılar zavod rəngi. Bir də əlaqə nömrəsini verəsiniz. 1070 313 27 37. 2737. Qiymət neçə deyirsiniz? 10.300-ə deyirəm. 10300. Real azı olsun aşağı. Oldu, sağ ol. Dostlar, növbəti bir Opel Astra təqdim edeyim sizlərə. Məlumat verdi öncədən maşın haqqında. Opel Astra C Xezbek 9918 avtomat. Avtopilot, sirena qızdırıcı, multiro, bolt komuter, 4 işə qaldırıcı, lük, koja salon, Android monitor, Android monitor, 52 Luku da var, işdə vəslədir. hər bir şey, 52 magnetofon, 4 dənə apokolonka, 4 dənə piyano, 200 litr, bir basovka, X-Xenon faralar, Opel-C'nin buferi, Charlotte disk buferlər, Maşallah. 16'lık disk təkərlər, say bitmir qardaş. Hər bir funksiyası işləyir. 240 mində orijinal probek. Əlaqə nömrəsini deyərsiniz. 055 383 98 98'dir. Maşın yürüyüşü də 240 min. 240 min orijinal probekdir. 9 ildə özümdədir maşında. 9 il sizdədir. Bəli, öz adına. Maşının motoru zayak imiş. Hər bir şey əla vəziyyətdə. Karotka da ideal. yaxşı. Hər bir şey idealdır qardaşım. Abifkalar da avantgarddır. Kojası Kojun salondur, lük da var. Kolunu full avtomobildir. Bu da maşın arxa hissəsi. Maşın arxa hissəsi. 99 Motor nədir? 108 Neçə satsınız? 12 yarım. Basovka var. 4 tane kolonka var. Qiymət neçədir? 12,5 qiymətidir. Razılaşmalar. Dostlar, növbəti bir Opel avtomobili təqdim edir sizlərə.
Opel Vectra B. Salonu belədir, sərgər vəziyyətədir. Sürətlə qutusu mexanika. 4 dənə tez təkər var maşının altında. Bu da maşının qabaq sesi. İli nəsədir? 96. Motor 1.8 mexanika. 1.8 mexanika. Bəli. 4 dənə təzə təkər. 16-lıq deyil, problem. Başqa? Hazırda belə problemi yoxdur. Qiymət də 4500. 4500 qiymətidir. Alışma var. Aşağı yerdə var. Əlaqə nömrəsini verəsiniz. Əlaqə nömrəsi 050 484 35 15. 35-15. Maşın vuru da olub. Buraya yox. Dəyişin detal bəs. Dəyişim detal yox. Dostlar, növbəti bir Kia avtomobili təqdim edeyim sizlərə. Parça salondur. Maşın qabağı. Bu da arxası. İl nədir? 2011. Aha. 2011 motor 1.4. Qiymət 11300. Saf bunu. 11300. 200 manat sənin. Sonra Başqa nə deyim sənə? Servizdən aldım. Dəyişən maşını. detal olub. Dəyişən detal zad yox. Kraska ümürdən yeri var, bozulub. Vuruğu da Təkərlər olub, təzə bəs. yox, vuruğu da heç nə yox. Kondisioneri işləyir. 100-ə də Belə problem yoxdur. 106 litr benzin. 106 litr yandırır. Bəli. Bir də əlaqə nömrəsini deyərsiniz. 050 484 35 15. 35-15. Dostlar, növbəti sizə Chevrolet Cruze təqdim edeyim. Dəri salondur. Luku yoxdur amma. Yürüşü 154 mindir. Tam orijinal yürüşdür. Bu da maşının qabaq səsi. Çağırın. Yaz. Dəqiqə çağırın. Ətraflı məlumat. Ətraflı məlumat verəsiniz. Ne diyeyim? Ətraflı məlumat. Benim özüm. İl neçədir? 2013. 2013. 1.4 qiymət 13 yarım. Qiymət 13 yarım. Alışmalar. Olar. Hazır maşındır, yəni full maşındır. Heç bir şey yox. Motorlu kapkası par yox. Heç bir şey yox. Dərsin detal olub bəs. Dərsin detal olub. Olmur. Əlaqə nömrəsini deyərsiniz. 050 484 35 15. 35-15. Bəli. Dostlar, növbəti bir sizə BMW Pechorka Y60 seriyasını təqdim edeyim. Ətraflı məlumat verə bilərsiniz öncədən. Full salondur. Sidenlər qızdırıcı, Luku da var. kondisioner, luk, muk hamısı işləyir. Ondan sonra sidenlər qırılan. Başqa mən nə deyim sənə? Neçə motor? 2.5 motordur. Bez nömər. Hı. Yəni problemi yoxdur. Probek Boy vaxtı neçədir? Yəni 270 bində yürüşdür. Yağma hamısı təzə dəyişilib. Karıfkan yağı ya da hamısı. Başqa dəyişən detal olub. Yox, bez kraskadır. Vuruqlu Bir da. dənə şey, buferlərdən başqa. Bu fiyatdan başqa. Aha. Bez kraska maşın. Əlaqə nömrəsini verəsiniz. Əlaqə nömrəsi 077 362 97 97. 97-97. 051-i də verir. Baş ağrısız. İndi qiymətini soruşaq. Qiyməti nədir? Qiyməti 18500. 18500 alışmalar. Bəli. Luk, kondisioner, hər şey işləmir. Hamısı.
Motor zay yağ yemiş. Yox. Növbəti bir Prius göstərim sizlərə. Hasarsız daxil olma var. Start stop. Salon da tam icra vəziyyətdə. Android monitor da quraşdırılıb. İl neçədir? 2007. 2007. İdeal. Ətraflı məlumat ver. Bir dənə sol amazatır qabağından. Pasovka qoymuşam, qabağını qaldırmışam. Ona görə stop kodu var. Qalan hər bir şeyini cavablayım. Hər bir şeyini. Motor, korobka, ABS, baterika, periodokkudur, təkərlərdir. Baterikasının problem yoxdur ki? Yox, yox, heç mi? Hər şey icra versin, Hamısı düzdür. ideal. Bugünkü günə heç bir xərc yoxdur, Yox, düzdür. yox, yox. Əlaqə nömrəsini deyərsən? 070 683 50 50. 50-50. Qiymət? Qiymət 11800-ə deyirəm. Real olsa sənin adı ilə gəlsə endirmə gedəcək. Sizlər üçün belə bir Xəzər göstərim. Belə bir sərgəl salonu var. Yürüşü də 203 min yürüşdür. Məlumat verək. İl neçədir? 2020. Aha. Motor. Motor Səhərin sular, çay, kobe, şiryat. 1.7 də motor. 1.7. Qiyməti neçədir? Son 12. Sonu 12 yarım. 12 min. Təzə faralardan qoymuşuq. Təzə arxa stoplarda, uzun stop. Təkələri təzədir. Təzə təkərlərdir. Dumanlı led. Dəyişən detal olub. Yox, yox. Maşın beçkası olub. Sonu 12 min dostlar. Növbəti bir avtomobil sizə təqdim edeyim. Dəri salonla, ambiyans işıqlarla. Probek neçədə yürüyüş? 230 min. 230 min yürüyüşdür. Android monitor da quraşdırılıb. Karbon da qoyulub. Başqa il neçədir? Stoplar arxalara yığılıb, ambiyans işıqlar yığılıb. 2013-cü Amerikan. 13 Amerikan. Mini bes klaska çıxır. Aha. Heç bir problemi yoxdur. Təkərlər təzədir. Motor yağ yemiş ki? Yox, motor korobka hamısı yaxşıdır. Ayaq altı işıqlar da var. F10 stopları. Bu da maşının arxa səsi. Qiymət neçədir? Qiymət neçə deyirsiniz? Qiymət. Qiyməti qardaşım 13400-ə deyirəm. Müştəriyə də inşallah münasib eləyəcəm. Motor, korobka, kondisioner işləyir, qızdırıcılar işləyir, salon ambiyans yığılıb, arxa stoplar dəyişib, F10 qoyulub. Sonra canım sənə nə desin? Kosmetik işləri yoxdur. Yəni tam icra otursun maşın. Otursun maşın. Qaynadı beləmiş? Yox, yox, yox. Bir də əlaqə nömrəsi verəsiniz. 051 632 45 92. 45-92. Dostlar, növbəti bir avtomobil göstərim sizə. Chevrolet Cruze. Dəri salonla, lükla. Məlumat verəydik maşın haqqında. 2011-ci il Aha. maşın bir dənə buferin qırığı ilə gəlib Amerikadan. Üstü telekim var, aparatur həkim var üstündə, Tesla monitor. 12800-ə deyirəm. Qiyməti 12800 deyirsiniz. Razılaşma olar? Fulldur, razılaşa bilərəm. Dəyişən detal olub. Xeyr. Nə var o? Vuruq da olub bəs. Yox, yox, heç. Vuruq ancaq qabaq Bir qırılır. dənə qabaq bufer.
Əlaqə nömrəsini deyərsiniz. 050 863 1643. 1643. Sigaret. 96 değil mi? Sigaret. 96. Dostlar, sizlər üçün belə bir BMW Pechorka Y60 Kuzanı göstərim. Dəri salonla, lukla 260 min probekdir. Kukla kimi yazmış. Məlumat verərik. İl neçədir? 2008 Probegi 260 mindir. Orijinal 25 yazlıq. Hə, orijinaldır. 25 yazlıq sənəddə qeyd olunur. M5. Motor neçə? 3 twin turbodur. M5 sənədə qeyd olunur da bu feylərə görə. Əlavə qazan qoydu, benim qazanlardır. M kurludur, M buferdir. Başqa Cobra korobkadır. Qırılan strenkalar. Sport komplektasiya. Abi probegi də 260. Lay oxuyur. Dəyişən də olub. Motoru dəyişib, burada sənəddə benzin yazılır. Bəs vuruq udar belə. Arxadan bəli. Var. Qiymət neçə deyirsiniz? 22 min. 22 min. Dolaşmalar? Olar. Bir də əlaqə nömrəsi verərsiniz. 050 245 49 11. 49 11. Bəli.